Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda şəxsi 2 otaqlı mənzil satışa çıxıbdır. Mənzil 50 kvadratdan ibarətdir, daha doğrusu 49,5 kvadratdan ibarətdir. Tam təmirli vəziyyətdədir, göründüyü kimi yaşayışlıdır. Bax, hal-hazırda biz mənzilin zal otağındayıq. Belə bir geniş zal otağı. Kondisioner üçün işıq xətti çəkilibdir. Lakin hələ ki istifadə kondisioner qoyulmayıb. İsitmə sistemi kombi sistemidir. Bax, belə bir zal otağı. Onu da qeyd edim ki, ola bilər ki, qiymətini, yəni sonunda deyəcəm, qiymətdən əlavə də evin əşyaları da satıla bilər. Yəni qiymətə daxil deyil, qiymətdən əlavə. Biz burada dəhlizə çıxırıq, bura dəhlizi və dəhlizdən evə girişi. Burada gördüyünüz kimi mətbəx yerləşir və mətbəx mebeli, belə bir döşəməsi metlaq döşənibdir. Burada sol tərəfdə, sağ tərəfdə daha doğrusu hamam otağı yerləşir. Geniş bir hamam otağıdır. Ev yaşayışlı evdir, təmirlidir, internet xətti var. Binada da tam yaşayış var. Və bura isə yataq otağıdır ki, belə bir geniş bir yataq otağı var. Yataq otağında da gördüyünüz TV üçün işıq xətti çəkilib. Tam təmirli, yaşayışlı evdir. Çox gözəl, səliqəli bir evdir. Bura isə balkonu. Kombo aparatı, qaz sayğacı, yəni binadadır. Qaz daimidir. Yaxınlıqda məktəb yerləşir və eləcə də onu deyim ki, AV parka da yaxın bir ərazidə yerləşir, çox yaxın bir ərazidə yerləşir. Yəni yaşayış üçün tam yararlı bir ərazidə yerləşir. Bir daha qeyd edim ki, ev 2 otaqdan ibarətdir, şəxsi evdir, sahibi tərəfindən satılır. 49,5 kvadratdan ibarətdir və evin başlanğıc qiyməti 75.000 manat deyilir. Yəni cüzi endirim olunacaqdır real alıcıya. Lakin bir daha qeyd edim ki, evin əşyaları qiymətə daxil deyil. Qiymətdən əlavə olaraq evin də əşyalarını danışıb razılaşmaq olar.